Ayətullah Seyid Mirhəsən Ağa 1869-cu ildə İranın Qum şəhərində anadan olmuş və 19-cu əsrin sonlarında dini təhsil almaq məqsədi ilə İraqın Nəcəf şəhərinə getmişdir. O, dövrünün tanınmış ustadlarından Axund Xorasani, Ayətullah Seyid Məhəmməd Kazım Yəzdi, Ayətullah Əbulhəsən İsfahani, Ayətullah Seyid Hüseyn Batkubeyi və sair şəxsiyyətlərdən dərs almışdır. Seyid Mirhəsən Ağa Nəcəf Hovzəsində 22 il təhsil aldıqdan sonra ağır xəstəliyə tutulur və buna görə də doğma elinə qayıtmalı olur. O, bir müddət Qum şəhərində qaldıqdan sonra Bakıya gəlir. Onun Bakıya gəlişi 20-ci əsrin 2-ci 10 illiyinə təsadüf edir. Seyid Mirhəsən Ağanın Bakı səfəri çox uğurlu olur. Çünki onun doğma diyarda uzun sürən xəstəliyi sağalır. Seyid Mirhəsən Ağanın uğurlu səfərində Molla Xəlil kişinin xüsusi rolu olur. Ona görə ki, Molla Xəlil kişi Mirhəsən Ağanın nəcib bir şəxs olduğunu görüb, onu Əhmədli kəndinə dəvət edir. Seyid Mirhəsən Ağanın Əhmədliyə gəlişi onun həyatında yeni səhifələr açır. Belə ki, o kəndə gəldikdən sonra Məşədi Məlik kişinin qızı Sara xanımla ailə qurur və bu izdivacdan 4 qız və 4 oğlan dünyaya gəlir. Seyid Mirhəsən Ağa Azərbaycana gəldiyi zaman artıq Nəcəf dini hovzəsinin elm dəryasından sirab olmuş, yüksək elm və təqvaya sahib bir şəxs idi. Sanki onun Azərbaycana gəlişi ilahi yazı idi. Çünki bir tərəfdən şəxsi həyatında əldə etdiyi uğurlar, digər tərəfdən isə dövrə hakim kəsilməkdə olan Sovet imperiyasına görə Bakının belə bir şəxsiyyətə ehtiyacı var idi. O zaman İslam dini və müsəlmanların təqib və təzyiqlərə məruz qaldığı dönəm idi. Və yalnız Seyid Mirhəsən Ağa kimi şəxslər insanlara ümid yeri ola bilərdi. O, bütün sıxıntılara və çətinliklərə baxmayaraq, üzərindəki ağır məsuliyyəti gizli yolla olsa da belə həyata keçirirdi. Mənəviyyatı ilə insanlara dəstək olub, elmi ilə isə savadlı din təbliğatçıları yetişdirirdi. Seyid Mirhəsən Ağanın ailə üzvləri onun haqda belə deyirlər. Hər gün Seyid Mirhəsən Ağanın yanına əmmaməli din xadimləri gəlirdilər. Ağa öz otağında onları qəbul edir və günorta namazına qədər dərs keçərdi. Seyid Mirhəsən Ağa çoxlu elmi əsərlər yazmışdı. Lakin biz Sovet hakimiyyətinin qorxusundan onları kəndin yuxarı hissəsindəki quyulara atdıq. Çünki dövlət məmurları bu kitabları kimin evində tapsaydı, onu həbs edirdi. İndi o kitablardan yalnız onun Yasin surəsinə yazdığı təfsir əsəri qalmışdır. Seyid Mirhəsən Ağa gözəl insani xüsusiyyətlərinə görə həmişə başqalarından seçilərdi. Onun xeyirxahlığı və səxavətliliyi hələ də dillər əzbəridir. Ona gələn nəzirləri yetimlərə, kimsəsizlər və şikəstlərə paylayardı. O, təkcə xeyriyyəçi kimi deyil, böyük maarifçi kimi də tanınırdı. Yaşadığı kənddə hətta məscidin tikilişindən öncə məktəbin açılmasını məsləhət görmüşdü. Onun uşaqların təhsilinə göstərdiyi qayğısını xüsusi vurğulamaq lazımdır. O, şagirdlərin maddi çətinliyini aradan qaldırmaq və onları həvəsləndirmək üçün Əhmədli Cümə məscidində xeyriyyə fondu yaratmışdı. Təbii ki, kənd əhalisi də Seyid Mirhəsən Ağanın çəkdiyi əməyi və göstərdiyi diqqəti heç vaxt unuda bilməzdi. Odur ki, 1994
95-ci illərdə Ayətullah Seyid Mirhəsən ağanın adını əbədiləşdirmək məqsədi ilə Əhmədli kənd icra nümayəndəsi Kərbəlayı Nadir kəndin ən yaxşı küçələrindən birinə Seyid Mirhəsən ağanın adını verir. Seyid Mirhəsən ağa həmişə kəramətləri və qeyri-adi xüsusiyyətləri ilə də insanların diqqətini özünə cəlb edərdi. Onun kəramətləri bu günə qədər də insanların dilində dolaşır və ailəsinin dediyinə görə o, hətta öldüyü günü qabaqcadan xəbər vermişdi. Ayətullah Seyid Mirhəsən ağa 1946-cı ildə dünyasını dəyişir və onun müqəddəs məzarı indi də insanlar tərəfindən ziyarət edilir. Allah ruhunu şad etsin.